Biz Allaha dua edirik ki, bu mübarək Ramazan ayında bizə kömək əli uzatsınlar. Tək istəyimiz bu uşaqları yemək və su ilə təmin edə bilməkdir. Halımızı görürsünüz. Nə pulumuz var, nə də imkanımız. Bizə biraz makaron və mərci verirlər. Amma bunlar uşaqların qarnını doyurmağa bəs etmir. Bizə maddi dəstək göstərsinlər ki, bu çadırlarda bir təhər yaşaya bilək. Bu yazıq körpələri doyuraq. Vallah, çəkdiyimiz bu dərd-sərdən, sıxıntıdan mən yaşlı qadının ayaqları şişib. Bizə kömək edən, əl tutan bütün xeyirxah insanlara təşəkkürümüzü bildiririk. Biz acıq, ya Rəbb. Sən özün halımızı bilirsən. Biz acıq, ya Rəbb. Sən özün halımızı bilirsən. Vallah, nə sobamız var, nə qazanımız, nə də əynimizə geyinməyə bir paltarımız. Evimizdən bir köynəklə çıxdıq. Nə ev qaldı, nə torpaq, nə də mülk. İnşallah, ümid edirik ki, bizə biraz maddi dayaq olarlar ki, ayaqda qala bilək. Əl-Bəraka fonduna minnətdarıq. Bizə kömək edən Məhəmməd ümmətinə, bütün müsəlmanlara təşəkkür edirik. Bizim Allahdan başqa heç kimimiz yoxdur. Allahdan başqa ilah yoxdur. Göstərilən hər bir yardıma görə Allaha şükür edirik. Hörmətli Əl-Bəraka fondundan xahiş edirik ki, Ramazan ayında da bizi tək qoymasınlar, bizə dayaq olsunlar. Onlara sonsuz təşəkkürlərimizi bildiririk. Ey xeyirxah insanlar, məzlum Qəzza xalqının yanında olanlar, Allaha and olsun ki, Qəzza xalqı yemək və su istəyir. Bizim hər şeyə ehtiyacımız var. Nə yeməyə, nə də içməyə bir şey tapırıq. Ey xeyirxah, mərd insanlar, ey İslam ümməti, bizə dəstək olun. Biz Qəzza xalqı olaraq fəlakət içindəyik. Uşaqlarımızı, qadınlarımızı, yaşlılarımızı itirdik. Biz hər şeyimizi itirdik. Evlərimiz artıq yoxdur. Gördüyünüz kimi biz çadırlarda yaşayırıq.